Salam əziz həmkarlar. 9-cu sinif 20-ci paraqrafdan baxırıq. Orqanizm çox şəkilli. Orqanizm tam bir vahid kimi fəaliyyət göstərən bioloji sistem hesab olunur. Ümumilikcə orqanizmlər quruluşuna görə, qidalanma tipinə görə biri-birindən fərqlənirlər. Onların ən sadə quruluşu olan bir hüceyrələr və çox hüceyrələr nümayəndəsi var. Bir hüceyrələr sadə quruluşa malikdir. Ümumilikcə bir hüceyrələrdə bədən yalnız bir hüceyrədən təşkil olunmuşdur. Hüceyrəyə xas olan bütün əlamətlər bir hüceyrənin daxilində gedir. Bir hüceyrələr əlverişli şəraitdə sürətlə çoxalırlar. Əlverişsiz şərait olduqda sista, bir də spor əmələ gətirirlər. Bakteriyalar yalnız bir hüceyrədən ibarətdir. Göbələklərin, bitkilərin və heyvanların həm bir hüceyrəli, həm çox hüceyrəli nümayəndəsi var. Bir hüceyrəli məsələn xlorella, xlamidmonada, plevrikok yosunları, göbələklərdən maya göbələkləri, heyvanlardan amöbdür, evqlenadır, infuzor tərlikdir. Bunlar bir hüceyrəlilərə aiddir. Bir hüceyrəlilər yalnız mikroskop altında görmək mümkündür kimi fikri yanlışdır. Çünki elə nəhəng bir hüceyrəli orqanizmlər var ki, onların diametri 20 sm-ə qədər çata bilir və biz bunu rahat şəkildə görə bilərik. Bunlara misal foraminiferləri göstərə bilərik və xarici görünüşünə görə onlarda disk şəkilli və tetrader formasında ola bilirlər. Yadınızda saxlayın. Çox hüceyrəli orqanizmlərdə yenə göbələklərin, bitkilərin, heyvanların həm bir hüceyrəli, həm çox hüceyrəli nümayəndələr var. Bədən çoxlu hüceyrələrdən və hüceyrəarası maddələrdən təşkil olunmuşdur. Ümumilikcə qidalanma tipinə görə çox hüceyrəlilər avtotroflar, heterotroflar, bir də miksotroflara bölünür. Avtotroflar, fototroflar əksər bitkilərdir, bakteriyalardır, yaşıl və qırmızı bakteriyalar, siyonobakteriyalar, xemosintez edici bakteriyalar, bunlar da kimyəvi element bakteriyalardır. Məsələn, dəmirdir, kükürdür. Heterotroflar əksər heyvanlardır, göbələklərdir, xlorofilsiz bitkilərdir. Heterotroflar arasında saprofit əksər göbələklərdir. Bunları misal göstərə bilərik. Və bəzi orqanizmdə yaşayan, onlara zərər vuran parazitlər də var ki, bunlara led şəkilli qurtlardır, sorucu qurtlardır, bunu göstərə bilərik. Miksotrof qidalanma hər ikisinin qarışığı olur. Bunlarda həm avtotrof, həm heterotrof yolla qidalana bilirlər. Ümumilikcə bunlara da misal, məsələn, həşatiyyə nepentezi göstərə bilərik ki, bunlar fotosintez edərək avtotrof yolla qidalanır, həm də həşərat tutmaqla heterotrof yolla qidalana bilir. Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla baş verir. Əsasən bunlar da bitki yeyənlər, heyvanlarla qidalanarsa ət yeyənlər, həm heyvan, həm bitki ilə qidalanarsa, bunlara da hər şey yeyənlər adlanır. Yadınızda saxlayın. Orqanizm çoxalma formasına görə iki yerə bölünür. Qeyri-cinsi çoxalma, bir də cinsi çoxalma. Ümumilikcə qeyri-cinsi çoxalma cinsiyyətsiz çoxalma adlanır. Qeyri-cinsi çoxalmada bir valideyn fərd iştirak edir. Cinsiyyət hüceyrələri, qametlər əmələ gəlmir. Ancaq calaqla çoxalmada iki valideyn fərd əmələ gəlir. Əmələ gələn fərdlər tamamilə valideynə oxşar olur. Qeyri-cinsi çoxalmanın müəyyən formaları var. Məsələn, bölünmədir, vegetativdir, tumurcuqlanmadır, spor əmələ gətirmədir və s. Birinci bölünmə yolu ilə çoxalma, bunlara misal nələri göstərə bilərik? Prokaryotlardır, ibtidai heyvanlardan adi amöbdür, infuzor tərlikdir, yaşıl evqlenadır. Bunlar bölünmə yolu ilə çoxalırlar. Əlavə olaraq biz vegetativ çoxalma var. Vegetativ çoxalmaya bitkinin hissəcikləri, məsələn, gövdə, kök, yarpaq çilikləri ilə, bığcıqlarla, soğanaqlarla, gövdə yumurları ilə, kökümsovlarla, kök bicləri ilə, daha sonra kolu bölmə yolu ilə, calaqla, yəni bunlar məsələn mitselləri bölmə yolu ilə göbələklərdir, daha sonra şibyələrdir, tallom hissəciklərinin bölmə yolu ilə, bunlar vegetativ yolla çoxalır. İnci çiçəyidir, qarağatdır, çiyələkdir, dağlaləsidir, begoniyadır. Sizə misal çəkib. İnci çiçəyi kökümsov yolla, qarağat gövdə çiliyi, çiyələk bığcıqlarla, dağlaləsi soğanaqlarla, begoniya yarpaqlarla. Var burada fragmentasiya çoxalması. Bu nə deməkdir?
Ümumilikcə, bu heyvanlardan hansı heyvanlar, yəni bədən hissələri ilə çoxalır? Məsələn, bağırsaq boşluqlardır, süngərlərdir və bəzi yastı qurtlardır, bir də dərsi tikanlılardır. Bunlar əsasən fermentasiya yolu ilə çoxalır. Sonra gəlir tumurcuqlanma yolu ilə çoxalma. Tumurcuqlanma yolu ilə çoxalma maya göbələkləridir, süngərlərdir, bağırsaq boşluqlardır. Bunlar tumurcuqlanma yolu ilə çoxalır. Orqanizmin müəyyən bir hissəsində şişkinlik yaranır. Məsələn, hidraya baxıram. Daha sonra şişkindən qolcuqlar yaranır, sonda döşənək yaranır, sonra kiçik bir hidra çıxır. Sporlar vasitəsilə çoxalma yosunlardır, ali sporlu bitkilər, mamılar, qıcılardır və göbələklərdir. Bunlar sporlar vasitəsilə çoxalır. Spor haploid xromosom dəstinə malik olur. Uzun müddət əlverişli şəraitdə yaşaya bilir. Əlverişli şəraitdə yaşayaraq, yəni düşdükdə cücərərək yeni orqanizmə başlanğıc verir. Cinsi çoxalma. Ümumilikcə, gəlin burada qeyri-cinsi çoxalmanın əlamətlərinə baxaq. Baxın, çoxalmaya dedik ki, qeyri-cinsi çoxalmaya aid olduğu, məsələn, spor vasitəsilə çoxalmadır, tumurcuqlanmadır, fermentasiyadır, şizogoniyadır, vegetativ çoxalmadır. Cinsi çoxalmaya da aiddir 2 qat mayalanma, partogenez, bir də 2 cinsi hüceyrələrin əmələ gəlməsi. Qeyri-cinsi çoxalmanın funksiyaları hansılardır? Sürətli çoxalma üsuludur, dişi və erkək cinsiyyət hüceyrələri yaranmır, mayalanma getmir, əksər yeni nəsildə müxtəliflik nəzərə çarpmır, təkamüldə əhəmiyyəti azdır, fərdlərin dəyişkən ətraf mühitlər amillərinə qarşı davamsızdır. Bunlar qeyri-cinsi çoxalmanın əlamətləridir. Bəs cinsi çoxalma nədir? Cinsi çoxalmada cinsi qametlər əmələ gəlir. Qametlərin biri ana fərdə, digəri ata fərdə məxsus olur. Bu qametlər oxşar və fərqli cəhətlərə malik olub, qamet əmələ gəlmə prosesi ilə əmələ gəlirlər. Bəs bu cinsi çoxalmanın hansı funksiyaları var, yəni xüsusiyyətləri var? Baxın, erkək və dişi qametin iştirakı ilə gedir cinsi çoxalma. Qametlər əsasən heyvanlarda meyoz bölünmə yolu ilə, bitkilərdə həm meyoz, həm mitoz bölünmə yolu ilə əmələ gələ bilər. Zigot yaranır, təkamüldə səbəb olur, alınan fərdlər ətraf mühit amillərinə qarşı davamlı olur və yavaş gedən prosesdir. Bu cinsi çoxalmada qamet əmələ gətirməsinə görə var izoqamiya, anizoqamiya, bir də ooqamiya. İzoqamiya nədir? Qametləri eyni ölçülü və qamçılıdır. Bunlar əksər yosunlar, yəni xlamidiminadadır, ulotrixdir, bir də ulva yosunudur. Anizoqamiya nədir? Qametlər oxşar quruluşludur, müxtəlif ölçülüdür. Bunlara da aiddir çılpaq toxumlular, bir də örtülü toxumlular. Ooqamiya nədir? Erkək qametlər kiçik qamçılı, dişi qametlər iri qamçısızdır ooqamiyada. Bunlar da mamırlardır, qıclardır, yosunlardır. Daha sonra məsələn yosunlardan hansılara aiddir? Laminariya yosunu, bir də porfifora yosunu. Bunları yadınızda saxlayın. Deməli, dedik eyni formalı, eyni ölçülü qametlərin iştirakı ilə baş verir. Hər ikisi qamçılı olur. Bunlara xlamidiminada, ulotrix, ulva, bu olur izoqamiya. Oxşar quruluşlu müxtəlif ölçülü qametlərin iştirakı ilə baş verir. Dişi qamet erkək qametdən iri olur. Hər ikisi qamçılıdır. Bu anizoqamiyadır. Çılpaq toxumlu ilə örtülü toxumlu. Kiçik ölçülü qamçılı erkək qametlə iri və qamçısız dişi qametin iştirakı ilə baş verir. Bu da mamırlar, qıcılar, parfifora, laminariya, bunlar da ooqamiyaya aiddir. Ümumilikcə mayalanma nədir? Haploid xromosom yığımına malik erkək və dişi qametlərin birləşməsi prosesidir. Mayalanma nəticəsində zigot əmələ gəlir ki, zigot birləşən cütlük deməkdir və zigot 2 xromosom dəstinə malikdir. Zigot hər valideynin xromosom yığımının yarısı düşür. Bunun nəticəsində hər iki valideynin genlərini daşıyır. Cinsi çoxalmanın məsələn növlərinə dedik ki, partogenez çoxalma var, cinsi çoxalma növlərinə aid olan, 2 qat mayalanma var, 2 cinsi hüceyrənin iştirakı ilə mayalanma, məsələn zigotun əmələ gəlməsi. Partogenez çoxalma nədir? Partogenez çoxalma qız çoxalma deməkdir. Mayalanmamış yumurta hüceyrədən yeni orqanizmin inkişaf etməsidir.
Buna zəncirotudur, qırığotudur, cücülərdir, məsələn, bal arısıdır, qarışqalardır, mənənələrdir, dafniyadır, siklopdur, artemiyadır, yanüzən xərçəklərdir, sap qurtlardır, balıqların bəzi nümayəndələrində, Qafqaz qaya kərtənkələsində, Hind quşlarında göstərə bilərik. Məsələn, yetkin erkək arı kin xromosom dəstinə malikdir. Kraliçə ana arı da kin xromosom dəstinə malikdir. Bunlar spermatozoid əmələ gətirir yetkin erkək arı. Kraliçə ana arı da yumurta ciyər əmələ gətirir. Bunlar mayalanıb ziqot əmələ gətirirlər kin. Ziqotdan ana arı başlanğıcını götürür, bir də işçi arı başlanğıcını götürür. Əgər birbaşa ana arının əmələ gətirdiyi mayalanmamış yumurta ciyərədən inkişaf edirsə, bu zaman erkək arı əmələ gəlir ki, erkək arı da N xromosom dəstinə malikdir. Partogenez yolu ilə əmələ gəldi. Bunu yadınızda saxlayın. Bəs konjugasiya nədir? Konjugasiya birləşmə deməkdir. Əsasən bunlarda iki hüceyrə biri-birinə yaxınlaşır və atmalar vasitəsilə körpə əmələ gətirirlər. Və bu zaman biri-birlərinə daxili möhtəviyyatlar axır. Buna da spirogyra yosunudur, aktiv göbələyidir, infuzor tərlikdir, misal göstərə bilərik. Biri də var hermafroditizm. Bu cinsi çoxalmanın primitiv forması olub, oturaq və parazit həyat tərzi keçirən canlılarda rast gəlinir. Bunlara bəzi sap qurtlardır, mollyuskalardır, sürfəsi xordallardır, bağırsaq boşluqlardır, yastı qurtları misal göstərə bilərik. Hermafrodit orqanizmlər hər iki növ qamet əmələ gətirsə də, mayalanma əksər hallarda çarpaz yolla baş verir. Bunu yadınızda saxlayın. Buradan cinsi çoxalma nümayəndəsini keçəcəyik, amma bitkilərdə cinsi çoxalma qalacaq. Biz dedik ki, ümumilikcə erkək qamet əmələ gətirdi, dişi də qamet əmələ gətirdi. Qamet əmələ gəlmə prosesi gametogenez adlanır. Erkəklərdə qamet əmələ gəlmə spermatogenez, dişlərdə qamet əmələ gəlmə oogenezdir. İndi necə olur? İlkin cinsiyyət hüceyrələri çoxalma mərhələsi, sıralama, böyümə mərhələsi, bir də yetişmə mərhələsi keçirir. Birinci çoxalma mərhələsidir. Çoxalma mərhələsində mitoz bölünmə keçir. Başlanğıc hüceyrə, bax bu başlanğıc hüceyrə mitoz bölünmə keçirir. Bir başlanğıc hüceyrədən ikisi əmələ gəlir. Əmələ gəlmiş bu hüceyrələr yenidən mitoz bölünmə keçirir və hər dəfə yenidən ikisi əmələ gəlir. Və əmələ gəlmiş hüceyrələr yenidən bölünür və cəmi 8 hüceyrə əmələ gəldi. Neçə mitoz bölünmə keçdi? 7 mitoz bölünmə keçdi. Baxın. Əmələ gələnlər buradadır. 2, 4, 6, 8. Mitoz bölünməyə məruz qalıb 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bir başlanğıc hüceyrədən 8 hüceyrə əmələ gəldi. 7 dənə bölünmə də mitoz bölünməyə keçirdi. Bu olur çoxalma mərhələsi. Sonra gəlir böyümə mərhələsi. Çoxalma mərhələsində xromosom dəsti 2N, xromatid dəsti 2C, DNT dəsti 2D'dir. Böyümə mərhələsi interfaza mərhələsi olur. İnterfaza mərhələsi. Yadınızda saxlayın. Hüceyrədə gedən bölünmə prosesləri dayanır. Onlar interfaza mərhələsini keçirir. Bu zaman hüceyrələr intensiv olaraq böyüyür. Erkək cinsi hüceyrələr dişi cinsi hüceyrələrlə müqayisədə daha az böyüyür. İnterfaza mərhələsində xromosom sayı 2, DNT interfazada özünü ikiləşdirir deyə DNT 4D, xromatid də 4C olur. Yadınızda saxlayın. Bu böyümə mərhələsini keçirən hüceyrə yetişmə mərhələsinə girir. Yetişmə mərhələsinə daxil olan hüceyrə bir dənə hüceyrədir. Yetişmə mərhələsinə daxil oldu. Bu daxil olan yetişmə mərhələsində hüceyrə yetişmə mərhələsinin əvvəlində xromosom dəsti 2N, 4C və 4D'dir. Yetişmə mərhələsinin əvvəlindədir bu xromosom dəsti. Sonra bu yetişmə mərhələsinin əvvəlindəki hüceyrə birinci meyoz keçirir. Və birinci meyoz keçirəndə buradan 2 dənə hüceyrə əmələ gəlir. Məsələn, biz bunu yazaq dişi fərdin üzərindən. 2 dənə hüceyrə əmələ gətirdim. Dişi fərdin üzərindən yazsam. Bunun biri iri, digəri kiçik olur. Bu meyoz 1 keçirir. Meyoz 1 keçirəndə bunun xromosom dəsti olur N, 2C, 2D. Daha sonra əmələ gəlmiş bu hüceyrələr yenidən meyoz 2 keçirirlər. 1, 2, 1, 2. Bunlardan biri ən iri olur, digər 3 dənəsi balaca olur. Oogenez prosesindən danışıram, dişi qametin əmələ gəlməsi. Yadınızda saxlayın. Bu meyoz 2 də keçirəndə xromosom dəsti düşür N, C, D-yə. İndi gəlin bir dəfə də şəklin üzərindən deyim. Baxın, böyümə mərhələsindən çıxan hüceyrə, bax bu hüceyrə yetişmə mərhələsinə daxil olur.
Meyoz bir bölünmə keçirir, 2 dənə hüceyrə əmələ gətirir. Şəkildə görsən biri iridir, digəri kiçikdir. Bu kiçik olan adlanır birinci dərəcəli yönəlti simcik. Burada artıq xromosom dəsti olur. N, 2C, 2D. Təzədən bu hüceyrələrdə meyoz ikinci bölünməyə məruz qalır. Hərəsindən yenə 2 hüceyrə. Cəmi 4 dənə hüceyrə əmələ gəlir. Bunlardan biri iridir, adlanır yumurta hüceyrə. Yerdə qalan 3 dənə də ikinci dərəcəli yönəlci simcik adlanır. Burada da xromosom olur N, xromatid C, DNT-də D. Ancaq spermatogenezdə böyümə mərhələsi bölündü, yetişmə mərhələsinə keçdi. Böyümə mərhələsində olan hüceyrə keçir yetişmə mərhələsinə. Yenə meyoz 1, meyoz 2 əmələ gətirir. 4 dənə hüceyrə əmələ gəlir. Bu 4 dənə hüceyrənin 4-ü də qametə çevrilir, sperma adlanır. Amma dişidə bu 4 dənə hüceyrənin biri qametə çevrilir. Yerdə olan 3 dənəsi yönəlci cisimcikdir. Yadınızda saxlayın. Buradan yenə çəkirəm. Bax, yetişmə mərhələsinə saldım hüceyrəni. Bu erkək, bu da dişidir. Hər ikisi meyoz 1-ə məruz qaldı. Meyoz 1-i bölünmədə yenə hər ikisindən 2 dənə hüceyrə əmələ gəldi. Erkəkdə eyni boyda, dişidə biri böyük, biri kiçikdir. Bu kiçik adlanır birinci dərəcəli yönəlti simcik. Təzədən yenə dişidə də, erkəkdə də ikinci meyoz bölünməyə məruz qalırlar. Sonda 4 dənə hüceyrə əmələ gəlir. Erkəkdə hamısı qametə çevrilir, olur spermatozoid. Dişidə bir dənə iri yumurta hüceyrə olur, yerdə qalanlar yönəlci simcik adlanır, kiçik. Deməli, bir dənə yumurta hüceyrə, 3 dənə də yönəlci simcik əmələ gəldi. Meyoz 2-də, yadınızda saxlayın. Yetişmə mərhələsinin əvvəlində hər ikisində xromosom dəsti olur. Əvvəldə 2N, 4C, 4D. Meyoz birinci bölünmə keçirəndə olur N, 2C, 2D. Meyoz 2-də keçirəndə olur N, C, D. Çox vaxt deyir ki, birinci dərəcəli yönəlti simciklə ikinci dərəcəli yönəlti simciklər niyə fərqlənir? Hər ikisində xromosom sayı eynidir, N-dir. Amma birinci dərəcəli yönəlti simcikdə xromatid 2C, DNT 2D-dir. İkinci dərəcəli yönəlti simcikdə xromatid C, DNT D olduğu üçün bunlar biri-birindən fərqlənir. Yadınızda saxlayırsınız. Və sonda 4 dənə hüceyrə əmələ gəlir. Bax, hər ikisində sonda 4 dənə hüceyrə əmələ gəldi. 4 dənə hüceyrə əmələ gəldi. 3 dənə hüceyrə bölünməyə məruz qaldı. 1, 2, 3. 1, 2, 3. Sual sizə düşər ki, neçə hüceyrədə qütblərə xromosomlar çəkilir? Sən bilirsən ki, meyoz 1 bölünmə zamanı qütblərə xromosomlar çəkilir. Meyoz 1-ə neçə hüceyrə məruz qalır? Bir dənə böyümə mərhələsindən çıxan bu hüceyrələr. Deməli, bir dənə hüceyrədə qütblərə xromosomlar çəkilir. Neçə hüceyrədə qütblərə xromatidlər çəkilir? Meyoz 2 bölünmə hansıları məruz qalır? 1, 2. 1, 2. Həm dişidə, həm erkəkdə. Deməli, 2 dənə hüceyrədə də qütblərə xromatidlər çəkilir. İndi biz dedik ki, əsas bizə yumurta hüceyrə lazımdır. Dedik bizim əsasən bir dənə hüceyrəmizdən, bir dənə hüceyrəmiz meyoz 1 keçirdi. Bundan əmələ gəldi bir dənə iri yumurta hüceyrə, 3 dənə də meyoz 2-dən. 3 dənə də yönəlci simciklər əmələ gəldi. Baxın, dişi homogamet olan canlılar var, bir də dişi heterogamet olan canlılar var. Dişi homogamet canlılarsa 2-8. Buradan əmələ gələn yumurta hüceyrədə 3 dənə yönəlci simciklərdə hamısı X xromosomu daşıyır. Əgər dişini homogamet yox, dişini heterogamet götürürəmsə, məsələn, dişini götürəsən heterogamet deyəndə 2Y, bu quşlarda, göyərçindir, toyuqdur, yəni ümumi quşlarda. O zaman nə olur? Yadınızda saxlayın. XY. Y-lə X 1-in 1-ə nisbətindədir. Bax, Y-lə X 1-in 1-ə nisbətindədir. Əgər mən əmələ gələn qametimi X götürürəmsə, mənim yönəlci cisimciyimə bir dənə X düşür. Yerdə qalan ikisi Y olur. Əgər mən, bax bu yenə başlanğıc hüceyrədir, bu olsun bir dənə qamet, bu da olsun 3 dənə kiçik yönəlci cisimcik. Əgər əmələ gələn qametimi Y götürürəmsə, yönəlci cisimciyimdən biri Y-ə düşür, yerdə qalan 2 dənəsi X-ə düşür. Yadınızda bunu bu formada saxlayırsınız. Yəni, qametlə yönəlci cisimcikdə olan xromosomlar eyni sayda xromosomlar 1-in 1-ə nisbətindədir. X, Y, X, Y. Yəni,
Əmələ gələn yumurta hüceyrəmi qaməti x ilə götürürəmsə, yönəlci cisimciyimdən biri olur x, ikisi olur y. Y ilə götürürəmsə, biri olur y, ikisi olur x. Bunu yadında saxla. 3 dənə yönəlci cisimcikdən. Və ya belə bir düsturla da tapa bilərsən. Yönəlci cisimcik x-i tapmaq üçün bərabərdir. Başlanğıc hüceyrə üstə gələk y qaməti. Bax, belə bir düsturun var. Və ya yönəlci cisimcik y-i tapmaq üçün başlanğıc hüceyrənin üstünə x qaməti gəlirsən. Belə düsturla da yaza bilərsən. Məsələn, sizə bir məsələ yazım. Siz baxın, deyir ki, 30 dənə hüceyrəm var. Bundan 5 dənəsi x qamətidir. Yönəlci cisimciklərdən y-i tap. Sənin 30 dənə qamətinin 5 dənəsi x-dirsə, yerdə qalan 25 dənə sənin y qamətin var. Bunu yadında saxlayırsan. Əvvəlcə bunu yadında saxla. Yerdə qalan deməli 30 dənədən 5 dənə x-im oldusa, yerdə qalan 25 dənə mənim y qamətim oldu. İndi yaz. Bir dənə hüceyrədən bir dənə yumurta hüceyrə 3 dənə yönəlci cisimciyə əmələ gəlir. Heteroqamət canlıdır, x, y-dir. Əgər mən qaməti x ilə götürürəmsə, yönəlci cisimciyimə 1, 2 dənə y düşür. Məndə də yönəlci cisimcikdən y soruşur. Mənim bir dənə x qamətim olanda 2 dənə y yönəlci cisimciyim var. Bəs 5 dənə x qamətim varsa, neçə dənə yönəlci cisimciyim y olacaq? 5-i vurursan 2-yə, tapırsan 10. Deməli, buradan tapdın 10 dənə y yönəlci cisimcik. İndi qaməti x ilə yox, sən y ilə götür. Məsələn, qaməti götürdüm y ilə. Yönəlci cisimciyimin biri olur y, ikisi olur x. Bir dənə y qamətim varsa, elə bir dənə də y yönəlci cisimciyim var. Bəs 25 dənə y qamətim olsa, nə qədər yönəlci cisimciyim y olur? 25-i vurursan 1-ə. Bu da eləyir 25. 25 ilə 10-u da toplayırsan, eləyir 35. Və ya deyir ki, 50 dənə qamətindən 25-i y qamətidir. Yerdə neçəsi qalır? 50-dən çıxırsan 25-i. Deyir 25-i y qamətidir. X yönəlci cisimciyi tap. 25-i y-dirsə, 50-dən çıxırsan 25-in, ondan 5-in 5-i, 3-dən 2-sin 15-i. Yerdə qalan 15 dənə x qamətinə düşür. 15 dənə yox, 25 dənə. 25 dənə x qamətinə düşür. Səndə də yönəlci cisimci x-i soruşur. Tez çək. Bir dənə hüceyrədən bir dənə yumurta hüceyrə 3 dənə yönəlci cisimci əmələ gəlir. Əgər mən qamətimi x götürürəmsə, yönəlci cisimciyimdən 1 x, yerdə qalan ikisi y olur. Bir dənə x qamətim olanda 2 dənə y yönəlci cisimciyim var. Amma səndən x yönəlci cisimciyi soruşur. Elə bir dənə x yönəlci cisimciyim var. Bəs 25 dənə x olarsa, 25-i vurursan 1-ə eləyir 25. Bunu tapdın. Bu 25 dənə x yönəlci cisimciyin. İndi bir dənə başlanğıc hüceyrədir. Əmələ gəlir bir dənə qamət, 3 dənə də yönəlci cisimcik. Əgər qamətim y-dirsə, yönəlci cisimciyinin birinə y, ikisinə x düşür. Bir dənə y qamətim olanda 2 dənə x yönəlci cisimciyim əmələ gəlir. Bəs 25 dənə y qamətim olanda nə qədər yönəlci cisimciyim x olacaq? 25-i vurursan 2-yə eləyir 50. 50 ilə də buradakı 25-i toplayırsan, bu da eləyir 75. Yəni bu formada da yaza bilərsiniz.